Doktor, çox vaxt qırmızı əti məsləhət bilmirlər yeməyə ki, tromb yaradır. Bu nə qədər düzgündür? Əslində düzgün bir şey saymazdım. Çünki belə deyim, trombun ən çox 90% yarandığı nahiyyə bizim aşağı ətraflı venalarımızdır və o daha çox hərəkətsizlik, belə deyim, üstə çox dayanma və yaxud da irsi bir şey. Yəni, əgər ayağınızda siz varikoz görürsünüzsə, bir ki, həmin nahiyələrin çox hissəsində bir tromb kütləsi yaranır. Çünki arter və vena damarları bizdə çox fərqlidir. Arter damarları bizdə əl-zələ divarlı olduğundan, amma vena damarları klapanla işləyir. Yəni, aralarında bir klapan məsələləri var, hansı ki, qanı yuxarı ötürməyə çalışırlar. Və həmin klapanların üstündə bizdə tromb kütləsi yaradır. Varikoz nədir? Varikoz venanın genişlənməsidir. Və çalışın, heç olmasa bir ildə bir dəfə ayaq dopleri, bir həkim müayinəsindən keçsin, ayaq doplerini elətdirin və əmin olun ki, ayaqlarınızın venaları və yaxud da ki, şəkərli diabet isə əlbəttə ki, arteriyalarda yoxlanırsın. Əslində, təbii ki, doktor, təşəkkür edirəm. Canını çox istəyən, istənilən adam sizin bu yanaşmanızdan sonra mütləq bir Doppler müayinəsinə gedəcək. Məsələn, mənim yaxınlarda bir fikrim yoxdur, amma gedib olunacam. Yəni, belə bir risk varsa, bunun qarşısını almaq istərəm. Amma yenə də bir məsləhət istəyərik sizdən. 3, məsələn, gündə bizim riayət etməli olduğumuz vacib məqam, damarları yükləməmək üçün, tromb olmamaq üçün nələrə diqqət edək, istər xanımlar, istər bəylər? Aktivlik, yəni gün ərzində çalışın. Ümidlə yaşanın birinci özümə faydası. Bax, burada gələn hər həkim artıq çəkidən, mən gərək gedəm çəki verəm. Yəni, düzdür, o qədər artıq hesab etməm, amma yenə də vermək lazımdır. Bu artıq çəki məsələsi. Artıq çəkidir, aktivlik olmalıdır. Mütləq. Oturaq həyat tərzinin buna bir... Oturaq həyat tərzi insana düşməndən başqa bir şey deyil. O zaman ayağa qalxın deyirik. Bəli, ayağa qalxın. Bəlli bir yaşdan sonra, 45-40 yaşından sonra çalışın gündə bir 3-5-7 kilometr gəzin. Bunlar hamısı yardım edər. Təşəkkür edirəm mən sizə, amma düşünürəm ki, bugünkü çıxışınız hər şeydən daha çox bizə yardım edər.